Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Ermənistanda seçkinin nəticəsi qalib prezident İlham Əliyevdir. Paşinyan bu deputatları oğurlayacaq. Parlament savaşı başlayır. Paşinyanın sabit çoxluq olmayan qələbəsi konstitusiyanı dəyişə biləcəkmi? Ermənistan seçkilərində əldə olunan nəticə nə Nikol Paşinyanın, nə də onun komandasının yox, Azərbaycan liderinin qələbəsidir. Bunu bir əsrdən çoxdur bölgədə yaraya çevrilən erməni revanşizminin tarixinə və son 6 ildə baş verən dəyişikliklərə nəzər saldıqda daha aydın görmək mümkündür. Necə oldu ki, bir əsrdən çoxdur ərazi iddiaları və qisas ideologiyasına baş əyən ermənilər sülhü seçdilər. Seçkilərdə iki siyasi qüvvənin yox, iki fərqli ideologiyanın, müharibə və sülhün mübarizəsi gedirdi. Nikol Paşinyanın rəhbərlik etdiyi Hakim Vətəndaş Partiyası sülh, Robert Köçəryan və Samvel Karapetyanın rəhbərlik etdiyi revanşistlər isə müharibə proqramı üzərində təbliğat aparırdılar. Seçkinin yekununda erməni xalqı sülh proqramına səs verdi və hakim partiya mütləq çoxluqla qələbə qazandı. Regionda sülhə əsaslanan bu qələbənin memarı prezident İlham Əliyevdir. Siyasi şərhçi Asif Nərimanlı deyir ki, prezident İlham Əliyev 2-ci Qarabağ müharibəsində torpaqlarımızı azad etməklə Ermənistan elitasında işğalçılıq siyasətini sıradan çıxardı. Seçkidə sülh proqramı ilə qələbə qazanan Nikol Paşinyan da müharibədən öncə Qarabağ Ermənistandır nöqtə deyirdi. Müharibədən sonra isə o Qarabağ Azərbaycandır nöqtə deməyə məcbur oldu. Etiraf edir ki, Qarabağ Ermənistandır şüarını illərdir mövcud olan işğal ideologiyasına əsasən demişdi. Sonra isə reallıqları anlamağa başladı. Bu reallığı məhz prezident İlham Əliyev yaratdı. Müharibədən sonra sülh təşəbbüslərinə başlayan prezident İlham Əliyev 2023-cü ildə suverenliyimizi bərpa etməklə regionun bəlasına çevrilən erməni separatizmini də tarixin arxivinə göndərdi. Bu, ermənilər üçün qırılma nöqtəsi idi. Onlar anladılar ki, ərazi iddiası, separatizm və işğalçılıqla davam edə bilməyəcəklər və qondarma ideologiya onlara yalnız müharibə gətirəcək. Bunu ilk anlayan Nikol Paşinyanın timsalında erməni siyasi elitası da reallığı qəbul etdi və revanşistlərin müharibəyə əsaslanan ideologiyası qarşısında ciddi müqavimət yarandı. Erməni xalqı anladı ki, gələcəkləri yalnız Azərbaycanla sülhün əldə edilməsindən asılıdır. Nikol Paşinyan da seçkidə irəli sürdüyü sülh proqramında məhz Azərbaycan liderinin yaratdığı reallığa istinad edirdi. 44 günlük müharibədə qalib gələn Azərbaycan sülh təşəbbüslərini irəli sürərək əsas baza prinsiplərini formalaşdırdı. Vaşinqton anlaşmalarından sonra prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sülh proqramını praktiki müstəvidə icrasına şərait yaratdı. Azərbaycan-Ermənistan sərhədində eskalasiya sıfıra endirildi. Ermənistana nəqliyyat məhdudiyyəti aradan qaldırıldı və tranzit imkanları yaradıldı. İki ölkə arasında ticarət münasibətlərinin qurulmasına başlanıldı. Azərbaycan Ermənistanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində addımlar atdı. Xalqlar arasında real etimad mühitinin yaradılması istiqamətində praktiki işlər həyata keçirildi. Vətəndaş cəmiyyəti nümayəndələri qarşılıqlı səfərlər etdi, aqressiv ritorikaya son qoyuldu. Ermənistan cəmiyyəti Azərbaycanla sülhün onlara yalnız xeyir gətirdiyinin praktiki olaraq şahidi oldular. Anladılar ki, illərlə işğal və ərazi iddiaları ilə onları yemləyən elita yalan danışır və müharibədən yalnız öz mövqelərini qorumaq naminə istifadə edirlər. Bu nəticə Nikol Paşinyanın seçki proqramını sülh üzərində qurmasına və seçkidə qalib gəlməsinə zəmin yaratdı. Hadisələrin ardıcıllığını, müharibə və sonrasında Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri, buna nail olmaq istiqamətində atdığı praktiki addımları analiz etdikdə, Ermənistandakı seçkilərin mütləq qalibinin məhz prezident İlham Əliyev olduğuna əminlik yaranır. Seçki bitdi. İndi Ermənistanın önündə Azərbaycanla davamlı sülhün əldə edilməsi naminə atmalı olduğu addımlar var. Birinci, Ermənistanda Qarabağla bağlı hələ də qalan qondarma təsisatlar ləğv edilməli, keçmiş qondarma rejimin davamçısı kimi çıxış edən tör-töküntülər təmizlənməlidir. İkinci, Ermənistan digər ölkələrlə Rusiya, Fransa, ABŞ və Avropada Qarabağ adına qondarma nümayəndəliklərin ləğv edilməsini təmin etməlidir.
Üçüncü, qısa müddətdə referendum keçirilməli, yeni konstitusiya qəbul edərək Azərbaycana qarşı ərazi iddialarına rəsmi şəkildə son qoyulmalıdır. Bu addımlar atıldıqdan sonra Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalanacaq. Bununla da Cənubi Qafqazda davamlı sülh erası başlanacaq. Ermənistanın hakim partiyası mandat sayına görə hökuməti tək başına formalaşdıra bilsə də, konstitusion çoxluğa nail ola bilməyib. Konstitusion çoxluq və ya sabit çoxluq üçün səslərin 54%-ni toplamaq lazımdır. Bunu təmin etməyin iki hüquqi yolu var. Birinci yol, birinci turda hökuməti formalaşdırmaq mümkün olsa da, ikinci tur ən çox səs toplayan iki partiya arasında keçirilir və sadə səs çoxluğu ilə qalib gələn partiya konstitusion çoxluğu təmin edir. İkinci yol, birinci turda qalib partiya yaxud partiyaların yaratdığı koalisiyalar hökuməti formalaşdıra bilirsə, sabit çoxluq təmin etmək üçün əlavə bonuslar, mandat yerləri alır, lakin partiya yaxud koalisiya qüvvələri seçicilərin 50%-dən çoxunu qazandığı halda bu mümkündür. Hakim Vətəndaş Müqaviləsi Partiyası hökuməti formalaşdıra biləcək qədər mandat əldə etdiyi üçün ikinci tur keçirilməyəcək. Lakin səslərin 50%-dən azını qazandığı üçün sabit çoxluğun təmin edilməsi imkanından yararlana bilmir. Bu, hökumətin təkbaşına qurulmasına, qanunların qəbul edilməsinə maneə olmasa da bir sıra mühüm məsələlərə dair, məsələn, konstitusiya islahatları ilə bağlı referendumun keçirilməsi kimi qərarların verilməsində problemə çevrilir. Bu kontekstdə Paşinyanın komandasının qələbəsi müəyyən itkilər hesabına, xüsusilə parlamentdə sabit çoxluğun olmaması baxımından başa gəldi və seçkidən sonra regionun gələcəyinin inşa edilməsi üçün bir nömrəli məsələ olan konstitusiyanın dəyişdirilməsində çətinliklər yarana bilər. Hərçənd bunun da çıxış yolu var. Parlamentdən qərarı çıxmasa, o zaman xalqın imzası ilə referendumun keçirilməsi baş tuta bilər. İstisna deyil ki, Paşinyan hakimiyyəti cari dövrdə əsas diqqətini hökuməti formalaşdırmağa və referenduma ayıracaq. Buna paralel olaraq kulis danışıqları ilə əks cəbhədəki deputatları öz yanına çəkmək istiqamətində də işləyəcək. Daha uzaq perspektivdə isə Ermənistan hakimiyyətinin konstitusion çoxluğu əldə etmək naminə növbədənkəran seçkilərə getməsi də ssenarilər arasındadır. Ermənistan hakimiyyəti parlamentə daxil olan bəzi müxalifət nümayəndələrini oğurlamağa, öz tərəfinə çəkməyə çalışacaq. Bu barədə Parlaq Ermənistan partiyasının lideri Edmond Marukyan deyib. Onun sözlərinə görə hakimiyyətin əlində deputat seçilən bəzi müxalifətçilərlə bağlı kompromat materiallar var. Seçkilərdə qalib gələn Paşinyan parlamentdə konstitusion çoxluğa nail ola bilməsə, müxalifət düşərgəsindən bir çox deputatı ələ keçirməyə çalışacaq. O düşünür ki, müxalifət düşərgəsində bir çox həssas insan var və onları öz tərəfinə çəkə bilər. O bildirib.